Salam, hörmətli abituriyentlər. Bugün biz, yəni 7 iyun 2026-cı il 1-ci qrup ətraflı cavab tələb olunan tapşırıqların izahına baxacağıq. Birinci çalışmada deyir ki, 1 litrlik qabda baş verən 2 mol CO, 1 mol oksigen, 2 mol CO2 reaksiyasında reaksiya daxil olan və alınan maddələrin mol miqdarının zamanın asılıq qrafiki verilmişdir. Deməli, burada biz nə görürük? Görürük ki, deməli, CO ilə oksigenin reaksiyasını yazıb. 2 mol CO, 1 mol oksigenlə reaksiyaya girib, 2 mol CO2 əmələ gətirib. İndi burada reaksiya daxil olan maddələrin mol miqdarı deyir, zamanın asılıq qrafiki verilibdir. Burada görürük ki, sıfırda başlayıb yuxarı qalxan maddə əmələ gələn maddədir. Əmələ gələn maddəmiz 20 saniyə müddətində 6 mol əmələ gəlib. Yəni, yazaq, başlanğıc, sərf, tarazlıq. Deməli, CO2 maddəsi əmələ gələn maddədir və 20 saniyə müddətində ta bərabərdir 20 saniyə. 20 saniyə müddətində 6 mol CO2 maddəsi əmələ gəlibdir. Sonra digər maddələrin hər ikisinin başlanğıc mol miqdarı 7 görürsünüzmü? 7 ilə başlayıbdır. 7 ilə başlayıb maddələrdən biri sərf olunubdur, deməli B-yə qədər, digər isə sərf olunub A-ya qədər. İndi, deməli, CO çox sərf olunan, oksigen az sərf olunan. Çünki oksigen əmsalı 1-dir, CO-nun əmsalı 2-dir. Ümumiyyətlə, biz bilirik ki, sağda duran maddənin tarazlığına görə solda duran maddənin sərfi tapılır. CO2 sağda duran maddədir, onun tarazlığı 6-dırsa, deməli, CO da CO2 ilə əmsalı ikisi də eyni daxı. 2 CO2 əmələ gəndə 2 CO sərf olunursa, 6 CO2 əmələ gəndə 6 CO sərf olunmalıdır. CO-nun sərfi 6 olacaq, CO-dan 1 artıq qalacaq. Və biz burada görürük ki, CO-nun çox sərf olunan maddədir. Ona görə də daha çox sərf olunan, yəni yuxarıda başlayıb daha çox aşağı düşən CO-nu təmsil edəcək və CO-nun artıq qalanı A moldur. A-mız deməli 1-i təmsil edir. Buradan baxan kimi A-nı 1 görəcəksiniz. Bilirsiniz ki, 2 mol CO sərf olunanda 1 mol oksigen sərf olunur. 6 mol CO sərf olunursa, demək ki, 3 mol oksigen sərf olunacaq. O zaman oksigenin sərfi 3 olacaq. 7-dən 3-ü çıxanda oksigenin tarazlığı 4 qalacaq. Oksigen tarazlığını B ilə işarət və deməli B-miz də burada 4-ü təmsil edir. İndi deyir ki, A və B-ni tapdıq. İlk 20 saniyədə reaksiyanın CO-ya görə sürətini tapın. Reaksiyanın CO-ya görə sürətini tapanda biz bilirik ki, solda duran maddələrə görə reaksiyanın sürəti hesablananda onun sərf olunan mol miqdarı, yəni burada CO-ya görə sürəti tapmaq tələb olunursa, CO-nun sərf olunan mol miqdarı 6-nı, bax, düsturu yazaq, V bərabərdir, nü bölünsün, V vurulsun ta. Burada CO-nun sərf olunan mol miqdarı 6-nı bölməliyik reaksiyanın baş verdiyi qabın həcminə. Qabın həcmi 1 litrdir. 1-ə vurmalıq reaksiyanın baş verdiyi zaman müddəti 20 saniyə. Bu zaman 6 20-yə bölünməlidir. Deməli, 6-nı 20-yə böləndə gəlin görək bizə neçə verəcək. Təbii ki, 0,13 verəcək. Doğru cavabı burada 0,13, 1 və 4 şəklində vurğulamalıydınız. Növbəti 89-da deyir ki, fosforla kükürt reaksiya daxili P2S3 əmələ gətiribdir. Deməli, fosforun üzərinə kükürt gəlməlidir. P2S3 əmələ gəlməlidir. Deyir, reaksiya zamanı maddələrdən biri tam sərf olunur. Yazağım. Əmsallaşdıraq. 2 fosfor, 3 kükürt. Hər ikisi eyni kütlədə götürülüb. Uşaqlar, biz həmişə sizə demişdik ki, hər ikisi eyni kütləyə götürüləndə azı çoxa çatdırın. Normalda bilirsiniz ki, 62 qram fosfor, 96 qram da kükürt sərf olunmalıdır. İndi azı çoxa çatdıranda elə zənn edirik ki, hər ikisindən 96 qram götürmüşük. İkisini də eyni kütləyə gətiririk. Bu zaman 96 qram kükürt sərf olunacaq, 62 qram isə fosfor sərf olunacaq və 96-dan 62 çıxanda 34 qram fosfor sistemdə artıq vəziyyətdə qalacaq. İndi 34 qram fosfor artıq qalanda, deməli bizə deyir ki, maddələrdən biri tam sərf olunur və 17 qram artıq qalarsa başlanğıc qarışığın kütləsini tapın. 34 qram fosfor artıq qalanda başlanğıc qarışığımızın kütləsi hər ikisini 96-96 düşünmüşük yaxı, hər ikisini 96-96 götürəndə biz 96 qram fosforun 62 qram kükürt sərf elədiyini görürük və 34 qram fosfor artıq qalır. Hər ikisindən 96-96 götürürük və bu zaman 34 qram fosfor artıq qalır. 34 qram fosfor artıq qalanda 192 qram ilkin qarışığın kütləsi olursa, 17 qram fosfor artıq qalanda gəlin görək ilkin qarışığın kütləsinin 2-yə bərabər olacaq. Bu zaman ilkin qarışığın kütləsini 96 qram tapacağıq. Yəni birinci sualın cavabını 96 şəklində vurğulamalıydınız. Alınan P2S3-ün mol miqdarını tap. Normalda biz görürük ki, 34 qram artıqlıq müşahidə olunurdu. Bir bizim yazdığımıza görə 34 qram artıqlıq olmalıydı və bu zaman 1 mol P2S3 maddəsi əmələ gəlirdi. 34 qramda 1 mol P2S3 maddəsi yaranırdısa, gəlin görək 17 qram artıqlıqda nə qədər P2S3 maddəsi yaranacaq. Buradan əmələ gələn P2S3 maddəsinin mol miqdarının 0,5 mol olduğunu hesablayacaqdınız. Növbəti 90-cı çalışmaya baxaq. Alken-alkaden molekulunda hidrogen atomlarının sayı hər ikisində eynidir. Alken homoloji sıranın 3-cü nümayəndəsidir. Alkenlərin homoloji sırasının 1-ci nümayəndəsi etilen, 2-ci nümayəndəsi propilen, 3-cü nümayəndəsi butilendir.
Yəni belə də deyə bilərsiniz. Eten, propen, buten. Buten 3-cü nümayəndədir. Yəni C4H8-dir. Hidrogen sayı 8-dir. A-nı 8 tapdıq. Alkadiyəndə də hidrogen sayı 8-dirsə, alkadiyenlər yazılır CN, çıxılsın 2 şəklində. K çıxılsın 2-miz 8-ə bərabərsə, K-nimiz 10-a, N-imiz 5-ə bərabərdir. N-imiz 5-ə bərabərsə, alkadiyenimiz C5H8 olacaq. Və deyir ki, alkadiyen molekulunda karbon atomlarının sayını tap. Karbon atomlarının sayının 5 olduğunu buradan müəyyənləşdirə bilərdiniz.